Polis Tbilisi və regionlarda qanunsuz odlu silahlar və döyüş sursatları müsadirə edib. 18 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, saxlanılan şəxsləri 9 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Daxili İşlər Nazirliyinin patrul polisi, Mərkəzi Kriminal Polisi Tbilisi, Stamegrelo Zemosvaneti, Kvemokartli, Şidakartli, İmereti, Açara və Samtxe Cavaxetiya polis idarələrinin əməkdaşları tərəfindən son dövrlərdə keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində qanunsuz odlu silahlar və döyüş sursatları müsadirə edib və 18 nəfəri saxlayıb. Hüquq mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin üzərində, yaşayış yerlərində, avtomobillərində və qaldığı yerlərdə apardığı axtarış zamanı sübut kimi müxtəlif növ odlu silahlar və döyüş sursatları, o cümlədən avtomatlar, tapançalar, revolverlər, ov tüfəngləri, əl qumbaraları, daraqlar, çoxlu sayda güllə, bir neçə partlayıcı fişəng və kapsul detonatorlar müsadirə olunub. Polis həmçinin narkotik vasitə olan qurudulmuş marixuana və qeydiyyat qaydalarının pozulması ilə quraşdırılmış lentvari mişar da götürüb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı, 273-cü və 287-ci maddələri ilə aparılır deyə məlumatda qeyd olunub.